Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Ehdina sıratel müstakim. Sıratellezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allah mübarək eləsin, xeyirli olsun, uğurlu olsun. Ata-ana xeyir duası, əhl-i iman xeyir duası həm gözəriniz olsun. Mübarək olsun. Əzim alim, sənə dünyanı tutan bir belə bədbaxtlar içində tutup çok deme cennette benimki. Dünya yaranandan neçe Allah'a tapındı. Taptım ben öz Allah'ımı. Allah var içinde. Üst tuttu onun sidgile dergahına hamı. Azmak mı olar bir böyle seyyahlar içinde? Temenna Müslüman eyleme yolma. Ruhumu giden ellerime öptürekten. Ruhum tepe bakın demelleşende. Bastım yarama desmalımı. Rövşen dediler, benden işi kondular. Ama bastırdılar beni kara torpaklar için. Yaşa almışlar! Yaşa! Demek ben bu çadırı kurmuyorlar məlçim. Molla üzü görmemişim. Ona göre gece gündüz davadır. Demek şimdi bu çadırın altına ki biz girdik, bu cavanların simasında. İnşallah mənə yaşlıdan bundan sonra dava eləməyəcək. Şimdi Molla zat da geldi bura. İnşallah... Tebrik ederim sizi. Ha. Bundan sonra inşallah mənə ki yaxşı bir hoş ömür sürərdik. Allah koysun. Aile nedir? Aile? Aile zulme katlaşan bir insanlara aile değilir. Güzel gününüz olsun, qədəmləriniz var olsun. Hamını sevməklə münasibətilə təbrik ederim. Hurra! Aman
toyda müəyyən islahatlar aparmaq lazım. Mən bilmirəm onun yolunu, nə cür. Amma toy təkcə dalbadal musiqilər, baş ağrıdıcı musiqilər olmamalıdır. Orada insanlar istirahət eləməlidir. Həm də təbii ki, yeni yaranan ailəyə xoşbəxtlik diləmək imkanı ilə. Və bugün burada o detalları görürəm. Ona görə də alim özü ümumiyyətlə həm bir sənətkar kimi orijinaldır, həm də elə həm yadımda da onun böyük qızın toyu da bir yeni orijinallıqla oldu. Bugün də elədir. Mən bu cür toyu alqışlayıram və xoşbəxtlik diləyirəm. Toylarda çox olmusunuz. Toyların ovqatını tuta bilirsiniz. Yəni bu toyun ovqatı nədir? Səmimiyyət. Məsəl üçün, Alim Qasımov bu günləri məclisdə bütün imkanları var, hər şey eləyə bilərdi. Onun süfrəsində içki yoxdur. Çox yerdə cürbəcür içkilər verirlər ki, içəndən sonra bəlkə cuşa gəlsin insanlar. Alim Qasımov öz qonaqlarına o qədər arxayındır ki, onlar bulaq suyu nəşənlənməyi də bacarır. Başa düşdür. Alim Qasımov milliliyini sübut elədi. Kəndə qayıtdı, torpağa qayıtdı, el ovasına qayıtdı. Yəni bu Pirqulu dağlarında alim birdən-birə bizə keçmiş Azərbaycan toyuna qayıtar. Düzdür. Alimin sənəti göz qabağındadır. Alim o yenilik axtaran bir insandır. Həm sənətdə, həm həyatda. Yəni bu özü də bir yenilikdir. Yəni mən elə bilirəm ki, bundan sonra bu adət şəklini alacaq. Bizim çox, necə deyərlər, o toy arzusunda olanlarımız bu fikrə düşəcək. Sən danışırız stoklarla düzəldirəm. Alqışlar, radyoda nəqlə qulaq asmışlar, televizorda. Pulları gətirin. Axşamınız xeyir olsun, əziz dostlar. Allah Teala bu toyun mübarək eləsin. Biz Alim Qasımov minnətdarlıq eləyirik ki, o gözəl insanlığı ilə bizi bura cəm eləyir. Yəni biz də sizlərin biri kimi sevinirik, fəxr eləyirik və anahtar kimi də bir daha təbrik edirik. Mən də deyirəm, xoşbəxt olsunlar, qoşa qalsınlar, bir-birlərini başa düşsünlər. Böyüklərinə həmişə sadiq olsun. Çox hörmət elədiyim sənət dostum, alimin qızının oğlunun toyudur bugün və biz də çox məmnuniyyətlə mən öz ailəmlə burada iştirak edirəm və mən onun evlatlarını təbrik edirəm. Tamila xanımı təbrik edirəm, alimi təbrik edirəm. Qoy onlar evlatlarının ən xoş günlərini görsünlər. Mən o iki gənclərə həyatda ən gözəl xoşbəxtliyini arzu edirəm və mən arzu edirəm ki, onlar Allah Teala onlara istədikləri həyatı, istədikləri xoşbəxtliyi nəsib eləsin. Təbrik edirəm mən onları. Çox qəribə təsadüfdür. Dədə Qorqud filmi də bu dağlarda, Pirqulu dağlarında çəkilir. Biz bu günləri
Alimin şad günündə burada olduq. Alimin qızının və oğlunun toyunda. Burada tonqallar yandı. Uca yüksəklikdən, Pirqulu dağlarından və bütün ellərimizə, bütün dağlarımıza haray çəkib. O gün olsun ki, Qarabağ elində, Qarabağ yüksəkliklərində belə bir toy bayramımızı keçirək.